başlayaq. Salam Ləman xanım, təşəkkürlər dəvətimi qəbul elədiniz və Sağ olun. buradasınız. Bizə biraz özünüzü təqdim edə bilərsinizmi? Bəli, çox sağ olun dəvət elədiyiniz üçün. Adım Ləman. Polşada bu akademik il qoşulmuşam. Beynəlxalq məktəbdə işləyirəm. Fizika və riyaziyyat müəllimi kimi işləyirəm. Ə, Azərbaycanda da beynəlxalq məktəblərdə işləyirdim. Bu artıq mənim 5-ci ilimdir müəllim kimi. İnşallah daha yaxşı illərə, daha çox illərə deyə arzulayıram. Belə. Bəs yaxşı, niyə Polşa? Çox yaxşı sualdır. Niyə Polşa? Çünki mən əslində məsələn 2 il əvvəl olsaydı, əminəm ki, Polşa bəlkə düşünməzdim. Polşanı ona görə consider elədim ki, əslində mənim keçən il bu tarixlərdə artıq bir neçə təklifim var idi. Arasından Polşanı seçdim ona görə ki, burada birincisi təbiət olaraq bilirdim ki, yəni Polşanın təbiəti, sakitliyi, work-life balance, yəni tipik bir Avropa ölkəsi olaraq, Avropa standartlarına uyğun olaraq daha çox təhsildə bilmərəm, yəni təhsildə hansı daha keyfiyyətlidir, amma yəni daha hüquqlar baxımından, daha çox keyfiyyət baxımından, yəni buranı seçməyim daha məqsədyönlü oldu açığı. Digər ölkələrdə yaxşı idi. Daha çox ərəb ölkələrindən var idi təkliflərim, amma Polşanı seçməkdə məncə səhv eləmədim. Bəs yaxşı, burada sual gəlib, mənə də maraqlıdır. Yəni siz işlə gəlmisiniz birbaşa, yoxsa təhsillə gəlib sonra iş tapmısınız? İş ilə gəlmişəm mən birbaşa. O bizə onda o prosesdən danışın biraz. Çox suallar gələcək çünki bu barədə. Düzü mən bu haqqda çox bir şey deyə bilmərəm. Nə yalan deyim, yəni mən ümumiyyətlə Polşa, Avropada iş prosesi ilə bağlı ilk dəfə idi. Yəni keçən il bu ərəfələrdən də biraz sonra, çünki çox gec müraciət eləmişdim. Əslində vakansiyalar bəlkə də bağlı idi. Yəni normal tarixlərə əsasən bilirik ki, yəni vakansiyalar adətən mart, aprel aylarında açıq olur. Amma mən biraz gec apply eləmişdim. Amma mənim işlədiyim məktəb hal-hazırda Krakow International School-da işləyirəm və məktəbin board memberləri əslində bu işlə kömək elədi. Mən prosesin bu qədər çətin olduğunu bura gələndən sonra və Polşa səfirliyinin qabağında gözləyəndə anladım ki, əslində nə qədər cəmaət, yəni aylarla, hətta yəni 9 ay gözləyən var idi, mən xatırlayıram. Çox uzun müddət gözləyən var idi. Məndə çox qısa çəkdi bu müddət, hardasa 1-2 ay. Yəni natural proses olaraq mənim adım hələ də lotereyada çıxmayıb. Bəli, hələ də o e-maili alıram, not booked. Amma məktəbin board memberinin sayəsində oldu əslində bu qədər tez gəlməyim. Ona görə ki, onların səhv eləmirəmsə, yəni bilmirəm necə olub. Yəni onlar bizə sadəcə dedilər ki, bu listlə yəni siz adınız olan listlə yaxınlaşın. Səfirliyə əgər adınız orada yoxdursa belə bizə bir e-mail göndərdi, onu göstərməyimizi istədi və adımız listə var idi. Yəni mənim adım var idi listə. Mən və 2 iş yoldaşım, yəni biz eyni anda bu prosesə başlamışıq. Bu halda, yəni mən yenə də deyirəm, naturally bu prosesin necə getdiyini bilmirəm. Ona görə çox bir şey deyə bilmirəm. Yəni əslində arxa planda nələr olub, nə olmalıydı, nə oldu. Yəni bunu müqayisə edib sizə deyə bilməyəcəm bu barədə. Amma uzun bir proses idi. Həqiqətən səbirli olmalı olduğum bir proses idi. Dəfələrlə səfirliyə getdim, gəldim. Çünki yəni bilmədiyim hissələr çox idi. Yenə də deyirəm, ilk dəfə idi Avropada işə müraciət edirdim. İlk dəfə national vizaya müraciət edirdim. Gözlədiyimdən daha uzun yox, daha stresli oldu, daha xırdalıqlarına fikir verməli olduğum bir proses oldu. Amma yenə də deyirəm, yəni məktəbin burada köməyi çox oldu. Məncə bir çox insan, yəni şirkətlə işləyir, bilmirəm, yəni normalda necə gedir bu proses. Mən nə sualım oldu, məsələn, məktəbdə HR-lara yazırdım və onlar yəni çox prompt mesajlarla, yəni geri dönürdülər. Çox yaxşı bir şeydir. Ümumiyyətlə burada mənim işlədiyim məktəbdə, yəni ən çox sevdiyim bir şey odur ki, e-mail yazırsan, yəni 2 gün ərzində cavab gəlir, yəni cavab gəlməməzlik kimi bir şey olmur.
Bu barədə yəni hətta məktəb mənim nömrəmi belə bilir, amma urgent bir şeylərdə zəng eləyirlər də. Yəni normalda hər şey e-maillə həll olunur. Privacy öz yerində, amma yəni hər şey e-maillə həll olunduğu üçün məsələn çox xoşuma gəlir. İş saatı sərhədlərinə belə hörmət olunur. Yəni bu barədə ümumiyyətlə çox şanslıyam. Bence məktəbin profesional komandası var. Yani bu kadar diyebilirim sana. Deyərdim ki, oturuşmuş bilmirəm neçə illik məktəbdir. Çox da köhnə məktəb deyil, amma yəni procedures, regulationlara çox dəqiqdir, çox önəm verirlər. Buna həqiqətən ona önəm verirlər. Mən biraz çətinlik yaşadım ilin əvvəlində, akademik ilin əvvəlində, amma hər şey yavaş-yavaş öyrənirəm mən də. 9 ay vize gözleyenler seni sevmedi. Ama maraqlı case'dir. Çünki ilk dəfə həqiqətən belə bir case-lə rastlaşıram. Bir şey mənə maraqlı gəldi ki, sən işi necə tapdın? Yəni oturdun, dedin ki, Polşada məktəblərə iş istəyirəm. Belə mi oldu, yoxsa LinkedIn-dən mi tapdın? Yəni necə oldu o proses? Bu proses həqiqətən mənim çox vaxtımı alan bir proses oldu. Əslində yenə də deyirəm, mən Polşadan ümumiyyətlə Avropada işin çətin olduğunu bilirdim. Mənim dostlarım da, bacılarım da Avropada olublar və mən yəni biri də Avropada yaşayır hal-hazırda. Mən bilirəm iş prosesi çox çətindir. Yəni çox seçilməlisən ki, səni Avropaya gətirsinlər və sənin üçün təks ödəməyə hazır olsunlar. Bu çox böyük bir, yəni özünü çox satmalısan, belə deyim. Bence de yani hakikaten yani hiç kim Polşa'da yani özelliğiyle de hal-hazırda Polşa'ya gelen talebelerin sayı çoktu. Yani Polşa'daki olan şirketlere, məktəblərə onlar daha sərf edir. Nəinki Xırdalandan birini buraya gezdirmək, məsələn deyirəm. Eynən, həqiqətən elədir. Nə yalan deyim, mənim uğurlarım az deyil. Mən kifayət qədər də professional məktəblərdə çalışmışam, Cambridge kurikulumu üzrə. Hər baxımdan, yəni hər bir tipdə yanaşmanı da görmüşəm. Polşada məsələn eyni cür yanaşma deyil, biraz fərqlidir, danışacağam bundan da birazdan. Amma necə oldu? Yəni Polşa tamamilə bir seçimimin arasında bir şeydi. Mən əslində başqa xarici ölkələrə də apply eləmişdim və bunu necə eləmişdim? Məndən soruşan hər kəsə deyirəm, indi burada da desəm heç bir şey itirmərəm. International school'ların data bazası var. Websaytda yəni yazsaz International School Database görəcəksiniz və mən orada bir baxırdım ki, okey, bu məktəb Cambridge kurikulumu ilandır və mən bu məktəbə CV ata bilərəm. Məsələn, orada Visit School website hissəsi var və ona klik eləyəndə ya school'un careers hissəsində vakansiyalar olur və yaxud da application form olur. Bu mənim yalan olmasın 2 ayımı alıb. Gündə mən özümə limit qoyurdum. Gündə 10-15 məktəbə atırdım. Yəni bunu eləyirdim. Bəzən application formanı doldurmaq çox yorucu olur, bilirəm. Kimsə bu yolla eləsə, bilirəm ki, tez pes eləyə bilər, amma eləməməlidirlər. Çünki harda nə olacağı bəlli deyil. Bu həqiqətən elə ki, harda nə gələcəyi bəlli deyil. Mən heç vaxt bilə bilməzdim ki, mən Polşanı seçə bilərəm. Halbuki fikrimdə başqa yerlər var idi. Yəni çox da ehtimal vermirdim. Okey, atmışdım, digər Avropa ölkələrinə də atmışdım. Reject aldıqlarım da olmuşdu. Yəni çox reject alacağımı da bildiyim halda göndərirdim və vaxt sərf eləyirdim və bilirdim ki, mütləq ki qarşılığını alacağam. Yəni əmin idim ona. Bu prosesə inanaraq və düzgün addımları eləyərək, yəni hər baxımdan düzgün addımlar, yəni CV-nin hazırlanması olsun, cover letter olsun, yəni teacher portfolio olsun, hər bir halda bu addımları düzgün elədikdən sonra yəni olmayacaq bir şey yoxdur, mümkünsüz bir şey yoxdur. Ona görə düşünürəm ki, vaxt sərf eləmək çox önəmlidir. Yorulmaq natural bir şeydir, amma yəni 2 ay, 3 ay sərf eləmək, yəni çox da heç nə almır bizdən, yəni belə deyə bilərəm. Müsahibə necə oldu? Yəni müsahibə Azərbaycanda sən dedin ki, Azərbaycanda da müəyyən nailiyyətlərə imza atmısan və Azərbaycandakı o müsahibə alma prosesi ilə Krakovdakı müsahibə alma prosesi necə oldu səncə? Yəni mən onlayn əgər məktəbin müsahibəsini danışırsan, onlayn müsahibə oldu və mən birbaşa demo lesson verdim. Yenə də deyirəm, mən çox gec, yəni gec apply elədim və
Yəni məncə məktəb bunu birbaşa skip elədi. Çünki müsahibədə mən hardasa 1 saat 20 dəqiqə falan müsahibə keçdi. Bu müsahibənin içərisinə həm demo lesson daxil idi, həm özümü təqdim eləməm, nailiyyətlərimi göstərmək falan. Təbii ki, məndən nəticələrimi də istədilər. Keçmiş illərdəki, yəni məsələn, checkpointdə uşaqlarımın hansı nəticə aldığını, IGCSE-də hansı nəticə əldə elədiklərini, A-level-da mən bu istiqamətdə tədris eləmişəm, hər 3 level olaraq. Və onları məndən istədilər. Mən də adları kəsib əlbəttə ki, göndərdim. Çünki düzdür, portfolyoma daxil eləmirəm bunları, çünki confidential bir şeydir. Ya. Amma e-mail olaraq göndərdim, encrypted forma olaraq. Dediyim kimi, yəni müsahibədə məndən soruşulan şeylər aha, burada məsələ əslində hər bir müsahibəyə mən ayrıca hazırlaşırdım. Burada çox önəmli bir punkt var məncə. Məktəbi araşdırmaq. Çox yaxşı araşdırmaq. Məktəb nə istəyir? Məktəbin missionu, vizyonu nədir? Bunu bilmək çox önəmlidir. Düzdür, çətindir. Hansı halda çətindir? Bir anda bir neçə məktəbə atanda. Bir neçə məktəbə CV atırsınız və sizə interview gəlir, interview alırsınız, vaxt verirlər sizə, amma bilmirsiniz nəyə hazırlaşasınız. O anda artıq həqiqətən məktəbi araşdırmaq lazımdır. Çünki məktəbin gözləntilərini qarşılayacaqsınız. Okay, requirement olaraq, müəllimlik background olaraq mən qarşıladığımı bilirəm əlbəttə. Amma məktəbin missionuna uyğun olub olmamaq artıq müsahibəyə hazırlıqla məncə ölçülür. Yəni mən hazırlaşdım və düzdür, gəldikdən sonra daha fərqli şeylər, daha ekstra öyrənirsən. Amma ən azından veb saytı çek eləmək, məktəbin nələr sunduğunu və yaxud da nələri valideynlərə necə deyim, reklam olaraq göstərdiyini məncə bilmək lazımdır. Yəni budur, çünki məktəbin özünü göstərdiyi platforma. Veb saytları. Yəni veb saytı çek eləmək lazımdır ki, məktəb nəyi verir valideynlərə, nəyi söz verir, nəyi vəd eləyir. Uşaqlar nəyi gözləyir müəllimlərdən, məktəb nəyi gözləyir müəllimlərdən. Məncə bunu bilmək çox vacibdir. Çox möhtəşəm. Yəni bu bayağı mənim vaxtımı alıb, çünki dediyim kimi gündə 10-15 yerə CV atanda, yəni biraz qarışır. Təbii ki, burada not götürmək çox vacibdir. Hansı CV, hara nə pozisiya olaraq. Bəli, yəni bu prosesdəsinizsə məncə hər kəs not götürməlidir. Mən eləyirdim. Düzdür, bəzən qarışdırdığım şeylər də olub. Yəni no one is perfect. Ona görə deyərdim ki, biraz diqqətli olmaq lazımdır. Ümumi proses neçə ay çəkdi deyə bilərsən? Siz yəni martda apply elədiniz? Mən martda apply eləmədim məncə. Mən biraz gecə apply elədim. Hardasa may bəlkə, bilmirəm, dəqiq yadımda deyil. Mən gecə apply elədim, çünki artıq akademik ilin axırı idi, mən interview verirdim. Çox belə, yəni aynı olan bir şey idi əslində. Daha əvvəllərdən apply elədiyim olub, yəni başqa ölkələrə martdan apply elədiyim var idi. LinkedIn-də görüb apply elədiyim var idi. Dediyim kimi International School Database-indən apply elədiyim yerlər var idi. Hətta vakansiya olmasa belə apply eləyirdim. Çünki məktəbi bəyənirdimsə, görünüşümü olsun, visionum olsun, xoşuma gəlirdisə apply eləyirdim. Amma bu məktəbə apply elədi. Yəni müddət olaraq məncə məndə hardasa iyun ayından başladı. Artıq mən iyulun sonu vizamı aldım, səhv eləmirəmsə. Yəni biraz bilirəm, indi mənə qulaq asanlar məni heç sevməyəcək. Amma belə bir şey oldu. Yəni çox tez Amma yəni bunun da arxasında indi mən onu bu aralar düşünürdüm. Bunun da arxasında yəni sən indi məsələn bir aya almısan bu vizanı deyək. Amma bu bir ayın arxasında sənin bu bir aya gəlmək üçün bir əziyyətlərin var. Yəni o proses bir aya başa gəldi. Amma bunun arxa planında Ləmanın çəkdiyi 5 illik təcrübə, nə bilim əziyyətlər, hər şey var idi. Ona görə əsəbləşdirəndə boş ver. Düzü bu bir ayda, yəni mən oturub gözləmədim, xeyr. Burada çünki yəni
bilmirdim, lotereya sistemi nədir, mən oxuyuram, heç nə başa düşmürəm. Yəni çox çətin olan bir proses idi o mən üçün əslində. Hə, bu formanı doldurun, bu work Aha, permit-i doldurun. Hətta aha, məndə belə bir şey oldu. Mən əslində ə, biraz stresli bir etap yaşadım. Ona görə ki, mənim müqaviləm 2 illikdir, amma mənim pasportum bitirdi 1 il yarımdan sonra. Artıq aha, mən work permit. çox belə şeydə qaldım. Work permit'im de 2 illiydi. Aha, aha, Çox belə çox qəribə bir şəkildə mən bir günə mən getdim pasportumu dəyişdirdim və onlara da skanını atdım ki, yəni indi bu pasportla aha, mənim aha. work permit'imi düzəldin. Çünki ə, bilirdim ki, yəni o vaxta qədər hər şey elə bilirdim ki, smooth gedəcək, amma viza şərtlərini oxuyanda gördüm ki, orada ən azı müqavilənin bitməyinə ən azı 6 ay qalmış və yaxud da keçmiş nəsə belə bir şeydi, indi Hı hı. xatırlamıram. Amma elə idi ki, artıq mənim viza pasportumun tarixi bitirdi və mən avtomatik Bakıya qayıtmalı idim, dəyişməli idim və bu da bir proses idi. Nəysə mən bir günə o stresi yaşayıb getdim. Bir günə asan xidmətdə yaxşı ki, elə bir option var idi. Dəyişdim pasportumu və iş yerinə göndərdim ki, mənim dokumentimi bu pasport üzərindən eləyərsiniz artıq. Yaxşı ki, onlar yəni mənə özləri məsləhət verdilər ki, dəyişmək daha uyğundur, nəinki biz sonra sənin gəlib Aha. dəyişməyin. Yəni bu baxımdan mənə kömək elədilər. Yaxşı ki, elə oldu. Yəni mən vaxtım, stresim, biraz maddi olaraq resursumu tükətdim, amma oldu. Dəydi. Dəydi. Ben Siraç Ləman xanım, sizə məktəb necə? Sizin gözləntilərinizi qarşılayırmı? Okay. Mənim gözləntilərimi hansı mənada mən əslində heç bir gözləntim yox idi. Çünki mən Azərbaycanda belə iki fərqli, çox fərqli bir-birindən iki məktəbdə işləmişəm. Hı hı. Yəni heç birinin gözləntisi bir-birinə Hı uymurdu hı. və mən gözləyə bilməzdim ki, Polşada da gələcəm, eyni gözləntilər olacaq. Xeyr, elə deyil. Ə, Məsələn, çox aydın məsələdir ki, Polşada daha çox dəyər verirlər mental health-a. Avropada. Demək istəmirəm Polşa, Hı hı. Avropada. Safety, məsələn, mənim Azərbaycanda işlədiyim bir məktəb daha çox akademik yönəlirdi. Orada artıq baxmırdılar. Yəni məncə bu Azərbaycanlı valideynlərin bir genəl şeyidir. Yəni uşağımın qiyməti niyə belədir? Ona ev tapşırıqları çox verilsin. Yəni mənə belə şikayətlər gəlmişdi. Ki bəs müsəlman ev tapşırığı vermir. Az verir, ekstra versin. Halbuki ekstra verməyim o deməkdir ki, mən ekstra vaxt sərf eləyəcəm onun ev tapşırığını yoxlamağa. Aha. Artıq bu fair deyildi. Nəysə mən bunu bir şəkildə handle elədim əslində. Amma dediyim kimi, yəni məsələn bir məktəb məndən akademik nəticə istəyirdi. Çox belə akademik güclü olmaq şeyləri, tələbləri var idi məndən. Amma bir məktəbim məsələn safety-yə daha çox önəm verirdi. Akademik nə olur olsun, amma safety olsun. Yəni uşağım safe olsun orada, ona heç bir şey olmasın. Which makes sense. Burada Krakowda isə burada daha çox mental health olaraq safe olsunlar. Uşaqlar çox ev tapşırığı olmasın. 6 məsələn mən weekend-də mənim dərsim məsələn 5-ci gün olur. Mən 1-ci günə məsələn tapşırıq verə bilmirəm. Çünki Altı bazara. 6 bazar. Aha. Verə bilmirəm. Məsələn bir həftə bizdə belə bir policy var. Bilmirəm bu Polşaya uyğundur yoxsa yox. Məncə Polşaya uyğundur. Bir policydir qəbul edib məktəb. Bir həftədə məsələn 2 dənə long test ola bilməz. Və yaxud da long test olan günü short test ola bilməz. Və yəni çox belə önəmlidir. Məncə çox önəmlidir. Məsələn, uşaqlar burada short test verirlərsə, onların retake eləmə şansları var. Və yaxud da uzun müddət məktəbə gəlməyiblərsə, xəstəlik səbəbilə və yaxud da bir həftə məsələn məktəbə gəlməyib, o məsələn short test yazmamaq haqqına sahibdir. Yəni bu baxımdan çox yaxşıdır və düşünürəm ki, Azərbaycanda da bunlar nəzərə alınmalıdır. Yəni olmalı olan bir şeydir. Əslində məndə belə bir təcrübə var idi ki, mənim işlədiyim keçmiş məktəblərdən birində belə bir şey var idi ki, ev tapşırığı cədvəli deyilən bir şey var idi. Yəni biz bilirdik ki, məsələn, həftədə bu gün mən ev tapşırığı verə bilərəm. Digər dərslərə mane olmamaq üçün. Aha. Yəni bu sistemlə işləmişəm deyə, yəni bu mənə qeyri-adi gəlmədi. Amma məsələn short testlərin, long testlərin
şeyi, regulation'ı artıq mənim üçün çox önəmli oldu Aha. ki, aha, mən burada bir şey öyrəndim və bu çox da yaxşıdır. Yenə də deyirəm, burada da valideynlər biraz keçmiş Sovet şeyi Var. olaraq, mindset olaraq qiymətlərə çox önəm verirlər. Uşaqlar məsələn elə olub ki, gəlir deyir ki, məsələn məsələn mənim yenicə bir təcrübəm oldu. Belə bir şey observe elədim ki, müşahidə elədim ki, uşaq short testdə yaza bilmir, testdə yaza bilmir. Amma bütün worksheetlərdə yazır, classworklərdə yazır, homeworkləri gətirir mənə. Mən soruşdum ki, bəs sən niyə yaza bilmirsən də? Yəni mən bilirəm ki, yaza bilərsən, çünki bilirəm, əminəm bacarığına. Deyir ki, it's because it's a test. Yəni başa düşürəm ki, okay, mindset olaraq onlar gözləyirlər ki, valideynlərinin gözləntilərini Aha. qarşılamalıdırlar. Burada da maksimum qiymət 6-dır axı. Hə, 6, 5, yəni 4 ala bilməzlər. 4 almaq artıq onlar üçün nə bilim, yəni yaxşı deyil. Valideynlər istəmir 4 alsınlar. Mən çalışıram, yəni mümkün qədər variant olaraq, yəni onların qiymətini məsələn retake eləmək istəyəndə istənilən formada biz sərbəstlik, yəni artıra bilərik. İstəsək verbal artıra bilərik, istəsək classwork, extra classwork verə bilərik, istəsək homework nəzərə ala bilərik. Yəni bu halda sərbəstlik. Məsələn mən xatırlayıram ki, mən Azərbaycanda retake nədir? Yəni imtahana gəlmisən, yəni yazdın, yazmadın, yoxdur, başqa bir variant. Yoxdur. Okay, Azərbaycanda məsələn 2 variant hazırlayırdım sualları. Yəni köçürtmə falan olmasın deyə. Aha. Amma yəni burada dəxli yoxdur. Yəni yazdım. Şansım var. Ben size yaxşılamaq xanım, Azərbaycanda müəllimə olmaqla Polşada müəllim olmaq arasında fərq. Hər baxımdan. Yaxşı tərəflərindən başlayacağam ki, Azərbaycanda müəllim olmaq yaxşıdır. Ona görə ki, həqiqətən sözünü nə mənada sözünü keçirə bilmək, yəni akademik olaraq uşaqlara yəni istənilən qədər yüklənə bilərsən və həqiqətən yəni tələb elədiyin, verdiyini tələb eləyə bilərsən. Çox rahat. Yəni buna haqqın var. Təbii ki, yəni insan təbiəti olaraq biz istəyirik, yəni verdiyimizi alaq normal olaraq. Başqa yəni inkişaf olaraq çox şey var, çox şərait var ki, inkişaf eləyə bilərsən. Nə mənada inkişaf? Əslində boşluqlar var deyə inkişaf eləyə bilərsən. Yəni təlimlərə getməklə Azərbaycana bir yeni bir baxış olaraq bir yenilik gətirə bilərsən. Bu baxımdan yəni Azərbaycanda müəllim olmaq əslində çox daha yaxşıdır ki, sən yeni metodlu bir müəllim kimi tanına bilərsən. Yeni metodlu bir insan, sən öz dəyərini qat-qat qaldıra bilərsən sırf yeni metodlar öyrəndiyin üçün. Çünki çox şey lazımdır Azərbaycan üçün. Azərbaycanda məncə təhsildə irəliləmək üçün çox şey lazımdır. Və bunun üçün də dediyim, yəni yerlər çoxdur. İnkişaf eləmək üçün yerlər çoxdur. Xaricə gedib əlbəttə ki, özünü professional şəkildə təqdim edə bilərsənsə, Azərbaycanda kifayət qədər dəyərli bir müəllim ola bilərsən. Eynisi Avropada da elədir. Sadəcə Avropada daha yaxşı nədir? Polşada daha yaxşı hissəsi nədir? Burada qərar vermək məsələsidir. Mən xatırlamıram ki, Azərbaycanda administrasiya məndən nəsə bir qərar soruşsun. Nəyisə qərar verirlərsə, məndən soruşduqlarını xatırlamıram. Amma burada xatırlayıram. Yəni yenicə bir qərar vermək istəyirlər və məni məsələn çağırmışdılar ki, okey, sənin fikrin bizim üçün önəmlidir. Nə düşünürsən? 2 sistemlə də işləmisən. Jurnal sistemi idi. Və mən yəni fikirlərimi dedim. Mən təbii ki, nə fikirləşdim? Dedim ki, yəqin mənim fikrimi çox da nəzərə almazlar da. Amma məsələn, prinsipimiz nə dedi? Deyir ki, yox, mən dedim ki, mən parents, yəni valideynlər tərəfindən bilmirdim sistemin bu boşluğunu. O da deyir ki, siz valideyn tərəfindən düşünməyin, orasını mən bilirəm. Siz düşünməyin, siz mənə öz tərəfinizdən olanı deyin. Müəllim olaraq necədir? Rahatdır, yoxsa çətindir və yaxud da nə boşluqlarını təsvir edə bilərsiniz? Okey, mən təsvir elədim və belə başa düşdüm ki, yəni sadəcə mən və 3 digər iş yoldaşım idi. Bizim fikrimizi almışdı. Yəni bu belə çox önəmlidir onlar üçün. 3 nəfərin fikri belə çox önəmlidir. İndi bilmirəm gələn il üçün nə qərar verəcəklər, amma qərarımı almaqları belə En azından fikrimi soruşublar. əlbəttə ki, yəni hörmət olunduğunu hiss elədiyim bir yer, yəni çox məncə çox vacibdir. Yani Porsche'nin neyini sevirsen ondan?
Sakitliyini. Sakitliyini definitely. Yəni burada çox qəribə şəkildə vaxt keçmir. Vaxt keçmir. Yəni axşam 7 olur. Deyirsən, yəni 7 7-yə qədər bütün işlərini bitirmisən məsələn. Deyirsən ki, hələ 7-dir. Şəhər çox az dinamikdir məncə. Yəni Bakı çox dinamikdir. Məsələn, işdən çıxırsan, evə gedirsən, artıq ucu saat 6-dır. Probkası olsun. Mən burada hələ bir dəfə probkaya düşmüşəm. O da yolda construction var idi. Bir də başqa bir məsələ var. Əslində mənim işlədiyim iş yerində biraz flexibleam. Yəni dərsim varsa gedirəm, yoxsa getmirəm. Yəni 8-4 orada olmaq məcburiyyətində deyiləm. Yaxşıdır ki. Məcbur oluram, bəzən oluram. Ona görə ki, işlərimi evə gətirmək istəmirəm. İşlərimi orada görüb, məsələn, grade eləyəcəmsə orada grade eləyirəm, nəsə sort out eləyəcəmsə orada eləyirəm. Növbəti dərsin hazırlığını, planlamasını eləyirəm, hazırlayıram. Çünki mən 2 korpusda işləyirəm. Bir primerdə, bir də high schoolda. Məcbur oluram ki, məsələn, 3-cü gün dərsini 1-ci gün hazır eləyim, qoyum. Çünki 3-cü gün gəlib vaxtım olmayacaq. Yəni və dərsim də bitdisə, iclasım yoxdursa çıxıb gedə bilirəm. Supervisionum yoxdursa, kimsə substitute eləmirəmsə, okey, çıxıb gedə bilərəm. Yəni bu baxımdan yaxşıdır. Bilmirəm hər məktəb Polşada belədirmi yoxsa yox. Siz də Polşada işləyirsiniz. Yəni dərsə baxımdan bizdə elə deyil. Bizdə bəzi müəllimlərin sinifləri olurdu ya, sinif müəllimləri. Onlar o sinifdə, yəni o sinif rəhbəri kimi orada olmaq məcburiyyətindədir. Düzdür, mənə də təklif eləmişlər, amma mən tövbə eləmişdim çünki çünki mən 1 il sinif rəhbəri olmuşam və çox da çətin siniflə bu prosesi keçdim. Ona görə artıq dedim ki, yox. Yox. Ben bir dənə mənə maraqlı sual. Keçən dəfə mən Küveytdə yaşayan bir müəllimlə də danışdım. O Azərbaycanda da işləmişdi, yəni beynəlxalq məktəblərdə. Və o deyirdi ki, məsələn, o biraz küsüb gəlmişdi də elə bir xaricə. Çünki Azərbaycanda deyirdi ki, xarici müəllimlər daha əl üstündə tutulur, nəinki Azərbaycanlı müəllimlər. İndi mən bunu sizə sual vermək istəyirəm ki, Krakovda yəni bu necədir? Yəni siz necə düşünürsünüz? Yəni burada məncə düşünürsünüzmü ki, siz burada daha dəyərlisiniz polyak müəllimlərə nisbətən? Yoxsa eynidir? Baxış eynidir. Deyə bilmərəm. Çünki burada çoxdur ekspert müəllimlər. Həqiqətən çoxdur. Yəni uşaqların bizə yanaşması fərqli deyil. Okey, istəyirlər öyrənsinlər. Məsələn, mənim bir şagirdim var. Hər dərsə gələndə məsələn salam deyir. Yəni nəsə öyrənir. Deyir əziz Ləman xanım. Çox belə çox cute momentlər yaşayırıq. Amma yəni düşünmürəm ki, bu fərqlidir mənə görə və yaxud da okey, maraqlıdır onlara. Çox maraqlıdır. Məsələn, keçən dəfə International Day olmuşdu. Məsələn, hamı gəldi, mən paxlava bişirmişdim. Hamı paxlavanı falan təriflədilər. Amma yəni bu tək mənim ölkəm üçün deyil. Yəni mən düşünürəm ki, hər bir ölkədən olan müəllim. Məsələn, bizdə 8 international müəllim var high schoolda. Primary'də dəqiq bilmirəm, amma primary'də də kifayət qədər çoxdur. Yəni məncə hamıya eyni qədər dəyər verir. Məncə burada elə bir ayrı seçkilik yoxdur. Nə uşaqlar, nə də müəllimlər tərəfindən və daha yaxşı bir şey də onu da deyim. Həqiqətən bunu Azərbaycanda işləyən hamı məncə, yəni bəlkə dilə gətirməsələr belə hamı bilir ki, bizdə vəzifə məsələsi var. Yəni bir prinsipala adını deyə bilməzsən onu çağıranda. Amma məsələn mən burada prinsipala da adını deyirəm. Kifayət qədər də, yəni yaşı məndən kifayət qədər böyükdür. Amma adı ilə deyirik. Prinsipalımız saraldı, polyakdır, yoxsa polyakdır. Məsələn, prinsipalımız, vice prinsipalımız adları ilə deyirik. Hamını adı ilə çağırırıq. Yəni onlar da çağırırlar. Yəni çox qəribə şəkildə heç kimin vəzifəsinə uyğun şeyləmir. Okey, yəni yes. Yəni bu məsələn çox maraqlıdır. Yəni burada məsələn status söhbətinə görə də rəqabət də yoxdur. Baxın, əsas məsələ odur. Ona görə mən məsələn safe, non-toxic hiss edirəm. Environmentdir burada. O baxımdan mən nə yalan deyim, yəni heç nə ilə müqayisə edə bilmirəm. Yəni məsələn özümüz
az stressful olmağımın səbəblərindən biri budur ki, rəqabət yoxdur. Gəldin, salam verdin, dərsini keçdin, getdin. Meeting var, okey, fikrini discuss eləyirsən, hamı öz fikrini discuss eləyir və nəticədə bir şey qəbul eləyirlər. Amma bunu o qədər yəni normal şəkildə, yəni sonra istifadə olunmur da, yəni bu bu formada, yəni hər şey çox yaxşıdır o baxımdan. Yenə də deyirəm, mən məsələn xatırlayıram ilk həftə idi mən gələndə mən bir kolleqama dedim ki, Miss Agnieszka, so strange, so weird. Belə qaldı ki, yəni niyə Miss Agnieszka, niyə Miss? Yəni heç kim ona elə, yəni heç kim demir. Yəni tələbələrdən başqa heç kim demir. O da kifayət qədər məndən təcrübəlidir. Yəni mən o baxımdan ona Miss ilə müraciət elədim. Qəbul eləmədi. Yəni ondan sonra heç kimə Miss demirəm. Niyəsə Misterə heç kimə demirəm. Oradan Azərbaycanda da görsənir. Bir neçə ay müddətdə orada qalan biri olaraq. Çox doğma, çox gözəl, çox darıxdığım şeylər var Azərbaycanla bağlı. Amma Azərbaycanda təhsillə bağlı gördüyüm şeyi deyim. Yəni Azərbaycanda təhsildə çox boşluqlar var. Buradan gördüyüm tək şey budur ki, Azərbaycanda olsun imtahan sessiyaları, olsun təhsil, orada çox boşluqlar var. Məsələn, mən istəyərdim ki, bir gün qayıtsam, bir gün yəni bunları implement eləyim istəyərdim. Amma hamı qəbul eləmədiyini də bilirəm. İşim biraz çətin məsələdir. Özellikle de bizim cəmiyyətdə. Çətindir, həqiqətən. Herkes çünkü o konfor zonasına alışır. O stolu bırakmak söhbəti biraz ağırdır. Elədir və çox şey bir-biri ilə əlaqəlidir. Yəni burada tək təhsil fokuslu demirəm əslində. Məsələn, olsun valideynlər, mindset ümumiyyətlə, olsun psixoloqlar. Məsələn, bu çox önəmli bir şeydir mənə görə. Burada yəni mən hədsiz dərəcədə çox psixoloqla görüşümdə, yəni uşaqlar, məsələn, mənim dərslərimə çox xatırlayıram ki, yəni olmasa hər 2 dərsdən bir mənim dərsimdə psixoloq oturur. Çünki niyə? Bir uşaqla bağlı məsələn. Bir uşaqla bağlı bir araşdırma da demək istəmirəm. Yəni valideyn müraciət edir və müşahidə edirlər belə deyək. Bəli. Məsələn, valideyn müraciət edir ki, mənim oğlum, qızım dərsdə məsələn ağlayır tez-tez və s. Yəni çox sadə bir şey deyirəm, indi bu dəqiqə ağlıma gələni deyirəm. Məsələn, o artıq gəlir oturur. Yəni burada psixoloqla danışıq çox önəmlidir. Psixoloqlar çox yəni uzun müddət, yəni birbaşa belə necə deyim, yəni birbaşa diaqnoz da qoymurlar əlbəttə. Uzun müddət müşahidə eləyirlər, valideynlə danışırlar. Məsələn, burada valideynlərlə kommunikasiya da çox önəmlidir əslində. Məsələn, Azərbaycanda olan boşluqlardan biri budur. Məsələn, Azərbaycanda valideynlər, yəni tipik bir hadisə deyəcəm. Yəni valideynlər birbaşa kimlə danışır? Direktorla danışır. Müəllimlə danışmırlar. Bu çox tipikdir. Mənim başıma çox gəlib. Burada çox hədsiz şey var, boşluq var. Nə mənada? Yəni danışır direktorla. Direktor da öz çapında həll eləməyə çalışır. Halbuki direktorun söhbətdən xəbəri yoxdur. Nə dərsdə oturmuyub, nə direktorun görəcəyi milyon dənə iş var. Yəni bunu da yəni bunu məncə valideynlər bu cür düşünmür. Valideyn nə düşünür? Direktor da həll eləsin, işçisi də həll eləsin. Məsələn, orada artıq görürsüz, yəni status məsələsini artıq valideynlər də şey deyir. Mən çox yaxşı xatırlayıram. Mənlə bağlı bir neçə 3 il əvvəl belə bir hadisə olmuşdu valideynlə direktor arasında. Yəni mən çox qəribə şəkildə, yəni ignor eləmişdim. Çünki mənim elədiyim şey deyildi. Çox qəribə idi. Nəysə, amma burada məsələ nədir? Valideynlərlə, okey, valideyn direktorla kommunikasiyada olur, amma hansı halda? Birinci mənə e-mail yazırlar. Bu məsələn mənə ən çətin gələn şeylərdən biri idi. Nə qədər e-mail gəlir, Valideyn, yəni çox hədsiz, yəni bütün valideynləri də tanımaq olmur, amma sən yazırlar da valideyn özünü təqdim edir ki, mən falan kəsin valideyniyəm və mən üçün məsələn adları yadda saxlamaq asan deyil. Çox da kifayət qədər çox da sinfim var. 6 bir yerdə, 2 bir yerdə, yəni 8 sinfim var. Kifayət qədər çoxdur. Və valideynlər məsələn yazır. Ona cavab yazmaq üçün xatırlamalıyam kimdir. Nədir? Uşaq
xatırlamalısan, söhbəti xatırlamalısan. Həqiqətən çox çətindir mənim üçün bunu Çətindir, ha. eləmək. Amma yəni məsələn olur ki, prompt cavab yazmaya bilərəm. Bizdə belə bir policy var ki, 2-3 iş günü ərzində cavab yazmalıyıq. Mən məsələn ilin əvvəllərində bəzən gecikdirdiyim e-maillər olmuşdu. Bununla bağlı valideynlər daha doğrusu principalların morning coffee deyilən bir şeyləri olur. Görüşürlər valideynlərlə və orada list olaraq yığırlar. Yəni strength and weakness məktəb üçün yığırlar və bizlə müəllimlərlə görüşürlər bu barədə. Məsələn bir gün yaxşı xəbər alırsan, yaxşı şeylər alırsan ki, nə gözəl valideynlər hər şeydən razıdır. Məsələn bir gün belə şeylər olur. Bir sinifdə məsələn mən həm yaxşı pozitiv şeylər eşitdim, həm mənfi şeylər eşitdim özümlə bağlı və bunu principal bizə çox açıq şəkildə deyir. Və bu məsələn çox yaxşı bir şeydir. Çünki mənim də məsələn principaldan gözlədiyim şey honesty-dir əslində. Məsələn mən Azərbaycan məktəbində məsələn principal çağırar məni məsələn nəsə deyər, amma mən onun əslində backgroundunu bilmirəm. Həqiqətən bilmirəm. Transparent deyirlər. Bəli, deyirlər. Mən düşünmürəm ki, hər şey olduğu kimi deyirlər və yaxud da məsələn deyirlər valideyn tərəfdən deyiləni, amma özlərini nə dediklərini demirlər. Yəni elə də böyük bir problem yaşamamışam Azərbaycanda bununla bağlı. Amma məsələn yəni mənim bilmək istədiyimi mənə demirlər. Bu şey var, bu reallıq var. Ona görə məsələn burada deyərdim ki, valideynlə kommunikasiya çox önəmlidir. Okay, valideynlər də çox belə tez-tez e-mail yazırlar və çox təcili cavab gözləyirlər. Elə olub ki, məsələn mən cavab yazmışam 2 gün sonra, amma məsələn şikayət gedib ki, Müslümandan xəbər yoxdur. Məsələn belə şey də olub. Məsələn gecə yazanlar olur. Gecə yazanlar olur. Gecə yazanlar olur, amma bizim konkret bir polisimiz var. Biləmət cavab vermirik. Yes. Yəni bizə hətta bizdə bir sistem məsələn qiymətləndirmə sistemində, bilmirəm siz nə işlədirsiniz əslində Danskda, amma mən Vulkan işlədirəm. Orada biz nə yazırıq, nə dəyişiklik eləyirik, yəni müəllimlər tərəfindən valideynlər bunun hansı saatda olduğunu görürlər. Yes. Və bir dəfə bizim pedagogical councilda belə bir söhbət oldu ki, nə dəyişiklik eləyirsiniz eləyin during your working hours. Work hours. Yəni başqa halda yox. Yəni olmaz. Və o policy həqiqətən yəni məsələn çünki məsələn bir nəfər belə eləyəndə, bir nəfər tutaq ki 6-cı gün cavablandırırsa e-maili, artıq o valideyn gözləyir ki, digər müəllimlər də eləsin və bu da çox düzgün deyil də. Hə, bununla bağlı da məsələn yadımda ki, elə bir iclasımız var idi ki, yəni mümkün deyil. Yəni cavab yazmayın. Ölüm qalım məsələsi olsa belə cavab yazmayın. Belə, yəni bu şeyləri danışırıq. Mən mamam da müəllimədir və yadıma gəlir ki, mən uşaq olanda mamama telefondan zəng edirdilər. 6-cı gün və yaxud ki, uşaq ilə bağlı. Dəhşət. Amma burada məsələn o rahatlığım var. Deyirəm də, mənim telefon nömrəmi bilmirlər. Yəni təsəvvür edə bilirsiniz, heç kim mənim nömrəmə zəng eləmir. Ancaq e-maildə. E-mail, burada əsas e-maildir çünki. Belə bir sual Ləman xanım, bəs yaxşı, heç mi bəyənmədiyiniz bir şey yoxdur? Heç bəyənmədiyim əslində çoxdur. Yəni deyirəm də çox e-mail var. Çox e-mail var. Bəyənmədiyim şey budur. Aha, başqa bir bəyənmədiyim şey var. Uşaqlar əslində bu bəyənmək çox nisbi bir şeydir əslində. Bunu deyəcəm, öz adıma deyirəm. Uşaqlar resistance necə deyim, yəni ev tapşırığına o qədər öyrəşməyiblər ki, çox tapşırıq verəndə artıq şikayətlənirlər. Rahatçılığa alışırlar. Aha. Mən yəni ev tapşırığı verəndə heç uşağın gözünün yaşına baxmıram əslində. Çünki bu mənim dərsimdir və uşaqlar da bilməlidir menecmenti. Okay, nəzərə aldığım şeylər olur, imtahan həftəsidirsə və s. Yəni bunlar tamam başqa şey. Amma yəni mənim dərsimin bare minimumu deyilən bir şey var yəni. Onu tələb eləyirəm. Amma burada eləyə bilmirəm. Ona görə ki, uşaqlar ona həqiqətən hazır deyil. Məsələn, long test, short test deyəndə onlar artıq fərəqin sayına baxırlar. Deyirlər, bu necə short testdir? Halbuki diagram deyə ancaq. Amma deyirlər, bu necə short testdir? 3 vərəqdir. Olmaz belə, nə bilim. Əslində o short test onunla deyil, 20 dəqiqəlik falan şeyləndir. Yəni time duration'dandır. Hə, mən onlara izah edirəm. Yəni uşaqlar sağ olsunlar ki, başa düşürlər. Amma genel olaraq uşaqlar Azərbaycanlı uşaqlar qədər, yəni bizim uşaqlarımız qədər
tapşırıq eləmək və yaxud da daha çox çalışmaq şeyində deyillər. Yəni fikrində deyil. Çünki burada Polşa özü də qərar qəbul elədi ki, Hı -hı. ev tapşırıqları azaldılsın. Yəni bizim Elə. məktəbdə də o söhbət gedirdi. Hmm. Bizdə də hətta valideynlər şikayət edirdi ki, ya 6 bazara bu qədər ev tapşırığı vermək olar. Ya onun şeyi düşünəndə, Azərbaycan düşünəndə fərqlidir. Həm də bilirsiniz də burada uşaqlar məktəbə 7 yaşında başlayır. Yəni birinci sinifə 7 yaşında başlayır. Bizdə 7 yaşında məktəbə uşaq başlasa deyəcək, ay Allah bu gecikdi. Həqiqətən 7 uca gecdir. 7 uca gecikdi. Yəni mən düşünürəm ki, psixoloji baxımdan bəlkə 7, bilmirəm dəqiq, amma psixoloji baxımdan bəlkə 7 daha hazır Mən onu olurlar. daha hazır Yes. sayıram. Çünki həm emosional cəhətdən daha hazır olurlar. Bir də ki bizim sizdə bilmirəm, amma bizdəki şeydə mən indi British'dəyəm də. Oradakı təhsil sistemində baxıram ki, həqiqətən çox şeydir, çətindir. Şeyləri çoxdur. Çox overpackdir. Tapşırıqları çoxdur. Timetable'ları çox overpackdir. Burada biri yazdı, var 2 tane Firuze görüyorum. Mən də onu oxudum, belə qaldım ki. Aslında bizim doğum günlərimiz eynidir. Ha, yes. Bəs Polşa ilə bağlı nə sevmədiyiniz nə var? Polşa ilə bağlı sevmədiyim əyləncə anlayışları. Məsələn, bu da yəni nisbidir. Bu tamamilə mənim şəxsi fikrimdir. Məsələn, mən darıxıram. Mən bayaq dedim ya, Azərbaycan üçün darıxıram. Azərbaycan üçün darıxdığım şey nədir? İşdən sonra gedib məsələn iş yoldaşlarımızla görüşdüyümüz və danışdığımız yerə məsələn daha çox belə nə bilim ya çox rəqs eləməli belə toy şeyi. Məsələn bir canım bu dəqiqə Azərbaycan toyu çəkir yəni. Belə deyim. Məsələn geyinib bəzənib harasa gedə bilmirəm çünki burada o deyil. Yəni burada geyinib bəzənib harasa getsəz, yəni deyirlər ki, hara gedirsən? Nə gündür bu gün? Yəni elə deyil. Məsələn mən Azərbaycanda yəni rahat bir şəkildə geyinib çünki hamı elədir. Yəni məncə orada bizim şeyimiz olsa, bizim cəmiyyət o da elədir axı. Eynən. Amma burada elə deyirlər. Burada rahatlıq önəmlidir. Okay, bunun gözəlliyini çox yaxşı yaşaya bilirəm. Yəni bilirəm ki, rahat olmaq nə deməkdir. Amma eyni zamanda yəni bunun üçün darıxıram ki, o social əyləncə, sosiallaşmaq biraz burada fərqlidir. Yəni daha çox məsələn iş yoldaşlarımızdan tutaq ki, integration day var idi. Onların seçdiyi yer nə idi? Məsələn, mənim korporativ yəni əyləncə anlayışımız nə idi də, yəni Azərbaycanda. Yəni müqayisə eləyəndə bəyənmədiyim şeylər sadəcə nisbidir. Bu sadəcə mənim fikrimdir. Məsələn, başqası üçün başqası üçün adi coffee shopda integration day yaşamaq çox maraqlı ola bilər. Mən üçün deyil. Mən üçün o deyil. Amma dediyim kimi bu çox nisbidir. Mən daha çox istəyərdim ki, yəni restoran olsun. Canzanadır, canzana. Bəli. Bəs yaxşı, gələcək planlarınız nədir? Yəni siz bildiniz ki, 2 illik kontraktınız var bu məktəbdən. Yəni sonra uzatmağı mı düşünürsünüz, yoxsa geri dönüb tətbiqi mi? Tamam. Yunan dostum Bakıya səyahət edəndə bizdə 19-cu əsr elegant vibe var sizdə. Mən nəyi deyirdim? 2 illik müqavilədən sonra nəyi düşünürəm? Bu çox düşündüyüm bir şey deyil. Ona görə ki, bu dəqiqə mənim üçün çox yenidir. Mən istəyərdim ki, görsəm ki, artıq bura mənə yetmir. İnkişaf baxımından artıq mənə yetmirsə, mən istəyərdim ki, əlbəttə başqa variantlar da yoxlayım. Yəni istənilən halda mən işim istiqamətində
Ə, yəni daha çox professional development olaraq yəni demək istəyirəm. Bu istiqamətdə başqa variantlar da yoxlayım. Ə, hələ ki yəni düşünmürəm çünki 2 il az müddət deyil. Yəni 1 ilim artıq keçdi deyək. Növbəti ildə ilin bu vaxtları bəlkə düşünəcəm. Aha. Yəni indi bu dəqiqə düşünmürəm, amma əlbəttə gələn il artıq başqa şeylər konsider eləyəcəm. Çünki artıq burada hər şeyin necə işlədiyini gördüm. Yəni başqa ölkələrdə də başqa mindset, başqa tələblər olacaq. Amma istəyərdim ki, yoxlayım. Bəsləm xanım, son sualım. Köç etmək istəyənlərə, ümumiyyətcə, ölkəsindən çıxmaq istəyənlərə sözünüz, məsləhətiniz nə olar? Mənim bir dəqiqə deyəcəm. Hello, thank you very much. Maybe you're wrong guy. No. 28. It's okay. Thank you very much. Thank you. um, sorry. Bəli, köç etmək istəyənlərə heyecanlandım deyə bilmirəm. Köç etmək istəyənlərə demək istədiyim şey odur ki, məncə çox araşdırma eləməlidirlər. Yəni real çətinlikləri gözləməlidirlər. Yəni real çətinliklərlə necə deyim, yəni, hər şey güllük gülistanlıq deyil. Yəni olsun burada maaş olaraq, yəni hamımız bilirik ki, Avropadan save olunması bir maaş yoxdur. Yəni bu tax olaraq, yəni bu tax prosesləri özü belə və yəni viza prosesi olsun. Məncə bu çətinliklərin hamısını yəni real olaraq qəbul eləməlidirlər. Əgər yəni buna hazır olmaq lazımdır. Əvvəlcədən araşdırmaq, əvvəlcədən bilmək və mentally hazır olmaq. Çünki başqa şeylər hər bir halda olur, amma Dziękuję. Pardon. Bizim yaşadığımız binada security'miz hər dəfə gəlir qapını açır, çox şirin də yılmadan polyakça danışır. O nə o başa düşür, nə mən, amma biz birimizi başa düşürük. Bəli, yəni dediyim kimi mental olaraq hər şeyə hazır olmaq lazımdır, amma yəni maddi olaraq hər şey həll olunur. Bir şəkildə həll olunur. Əsas məsələ mentally hazır olmaqdır. Başqa məsləhət görə biləcəyim tək şey odur ki, yaxşı araşdırma, yaxşı seçimləri yəni bol saxlamaq, belə deyim. Başqa bir şey bilmirəm. Yəni başqa mənim yaşadığım çətinliklər olmayıb deyə deyim ki, məsələn bunlarla qarşılaşmışam. Okay, qarşılaşdığım şeylər o idi ki, oturuma çox gec müraciət elədim, bilmirdim. Məsələn, hərə bir şey deyirdi. Bunu daha dəqiq öyrənə biləcəyim metodlar varkən mən çox gecikdim. Məsələn, bu baxımdan düşünürəm ki, gəlmədən kifayət qədər dəqiq öyrənmək olar. Mən eləmədim, tənbəllik elədim. Tənbəl olmamaq lazımdır. Belə. Yəni deyirsiniz. Bəli, mütləq araşdırdım. Çünki mənim həqiqətən çox da vaxtım olmamışdı əvvəldən və də həmən vaxtlarda mən biraz sağlamlıqla bağlı biraz problemlərim var idi. Mən çox araşdıra bilmədim. Amma məncə hər kəs araşdırıb gəlsə daha işləri daha rahat olar, daha əmin olarlar. Yəni elədikləri prosesdə, məsələn, nə bilim, oturum olsun, ev olsun, nə bilim, nələr, yəni maaşlar olsun, bank işləri olsun, yəni bunlar hamısı məncə kifayət qədər araşdırılıb, öyrənilə bilən bir şeydir və məncə bizim insanlar çox kömək eləyəndirlər. Məsələn, mən özüm Krakova gəlməmişdən əvvəl düzdür, Krakov qrupu, WhatsApp qrupunda var idim. Məsələn, kifayət qədər də sual soruşmuşdum, kömək eləyənlər də var idi. Yəni bilən kömək eləyir. Məncə yəni utanmamaq lazımdır belə şeylərdə. Bu baxımdan yəni düşünürəm ki, başqa şeylər, yəni hər bir şey həll oluna bilər. Əsas odur ki, mentally hazır olasan. Ondan sonrası yəni yaxşıdır. Super. Çox sağ olun Ləman xanım. Çox xoş oldu mənə həqiqətən canlı. Bir saat danışdıq, amma heç bir sıxıntı və ya da heç bir kəsinti olmadı.
İki müəllimə bir ara gələndə məncə belə olur. Çox sağ olun, Çox sağ təşəkkürlər. olun. İşlərinizdə Çox uğurlar. sağ olun Sağ olun. sizə də. Hələlik. Hələlik.